Salam dostlar, bu günlər sizə Wi-Fi-lar haqqında məlumat verəcəyəm. Yəni, əvvəllər 15 manatlıq Wi-Fi işlədirdim, indi bu da 28-30 manatdır və onun fərqini sizə göstərəcəyəm. Şəkildə gördüyünüz, yəni videoda gördüyünüz bu Wi-Fi aparatı əvvəlki aparatım olub, yəni Wi-Fi 4. Xiaomi firmasının, yəni şirkətinin bir belə çıxması şeydi, routeridir. Yani bu Xiaomi şirkətindir. Wi-Fi 4 sayılır. Bir dənə burada işığı var, bir dənə format yeri var, bir də rozetka yeri var vəssalam. Belə bir şeydir. Şimdi bunu Tokada sahibi yoxlayacağım. Bu Wi-Fi 4'dir. Əvvəl işlətdiyim Wi-Fi olub. Wi-Fi 4 sayılır bu. Əvvəl işlətdiyim Wi-Fi olub, yəni ki, əvvəl mən bunu işlədirdim. Və bunun başını bıraxacağım. Sürətini də yoxlayacağım, göstərəcəyim sizə. Bunun başını bıraxacağım. Bunu gönderdim Pensiyə. Gəlir canavarımız. Wi-Fi 6. Bunu Siniskos'la bağlamışam ki, texniki orada IP adresler var, onlar görsənməsin. Gizli bir şeydi, olmaz. Ona icazə yoxdur. O belə bir şeydi. Əncə diyor, əncə. Burada gördüğünüz kimi Wi-Fi 6 olduğunu, daha doğrusu Wi-Fi 6 olduğunu gösterir. Böyle bir şeydi. Hündürенli bir şeydi. Bu Wi-Fi 6 sayılır. Burada da ışığı var. Basılan yer knopkası değil. 6 da belədir. Belə bir şeydi. Burada da yazılar var diye kağızla üzerini bağlamışam. Bu Wi-Fi 6'dır. İndi onun da sürətini yoxlayacağıq, bunun da sürətini yoxlayacağıq. Görək vəziyyət nə yerdədir. Onun da bənətləri var, açırsan uçur. Onun geçə bir dənə bənətləri var, bax. Geçə bir dənə ənli bənətləri var, uzun. İki ənli bənətləri var. Açırsan uçur. Hara istəyirsən uçurtma var. Belə də qoya bilərsən, uzadı da bilərsən, bez problem. Açırsan indi ikisinin də sürətini yoxlayacağıq, baxacağıq görək nə var nə. Belə bir şeydir. İndi bunların ikisinin də sürətini yoxlayaq, görək nə göstərir. Birinci pensiyə çıxan adamı göndərək. Pensiyə çıxan adamı yoxlayaq, görək nə göstərir. Bunun üçün bizə bir dənə telefon lazımdır. Bir də Wi-Fi yer lazımdır. Pensiyə çıxanı yoxlayaq, görək nə göstərir. Antenalarını qaldıraq. Və bunu salırıq toka. Gördüyünüz kimi bunu saldık toka. Baxaq görək bu nə göstərəcək bu yetim. Hal-hazırda tokdadır gördüyünüz kimi. Hal-hazırda dostlar başmışam Wi-Fi'ya gördüyünüz kimi salam. Wi-Fi'ye başlandan sonra gəlirik bunun sürətini yoxlayırıq. Giririk sürət yerinə və yoxlayırıq. Burada işləyir. Bu da onun sürəti. İşləyə vəziyyətdədir. Bu da onun sürəti. Hələ bu yüksək sürətdir ya. 28'e qalxır. Fikir verirsiniz. Hələ bu yüksək sürətdir. 28.5 yükləmə sürəti. Ping 8. Bu da ikinci sürət. YouTube'a video koymaq üçün sürətdir. Bəli, bunun sürəti qırmızı işıqlarda görürsünüz. Çox zəifdir. Nə videolara baxa bilirsən, nə oyun oynayabilirsən. Bunun hamısını orada göstərir. Bu video işarəsinindir, bu da ki oyun üçündür. Bu da sayta girmək üçün yəni, yüklənən bir şeydir. İndi bu yetimi çağırtırıq buradan. Bunu göndəririk istirahət eləməyə bura. Altını boşuruq və altının da sürətinə baxırıq. Altını taxırıq. Taxdıq. Yaşıl ışıq yanır hələ ki. Gördüyünüz kimi yaşıl ışıq yanmaqda davam edir. Və məlqətdir. Gördüyünüz kimi. O sabit olandan sonra biz davam edəcəyik ki, videomuzu davam etdirəcəyik. Hal-hazırda qırmızı ışıq yanır. Və biz daxil oluruq telefona. Bayaqki sürət qalıb yerində. Keçirik bura, öz Wi-Fi'mizi tapırıq. Bu birinci Wi-Fi'dir. Mənim də Wi-Fi'm Bakinejdir.
gördüyünüz kimi daxil oldu. Çıxış eləyirik, gəlirik sürət ölçməyə və sürəti ölçürük. Baxın, bu da 25-30 manatlıq sürət.